Vətəndaş mövqeyimlə Rayət İmam Əliyev. Xahiş edirəm kanalıma abunə olub bəyənin. Qadınların pensiya yaşı 65-ə qaldırıldı. Keçmiş postsovet ölkələri arasında buna görə Azərbaycan liderdir. Məsələn, Özbəkistanda 55 yaş, qonşularımız Ermənistanda 63, Gürcüstanda 60, Rusiyada 59, Türkiyədə isə 58 yaşdır qadınların pensiyaya çıxma yaşı. Qısa və konkret. Açıq deyin ki, vermək istəmirik sizə pensiya. Vallahi elə açıq da deyin. Onsuz da bu gedişlə 65 yaşa çatmaq da böyük şeydir. Ərzağın qiymətləri od tutub yanır, gündə bir cərimə artımı, gündə bir cərimə tətbiqi, bütün günü yollarda tıxac, əsəb, sarsıntı, sosial ədalətsizlik, stres, istirab bir insanın, bir qadının 60-dan yuxarı yaşamasına imkan vermir. Qidamız qida deyil, yaşayışımız yaşayış deyil. Ölənlərimiz də ya xərçəngdən, ya da infarktdan ölür. Bütün bunlar da stresin, əsəbin göstəricisidir. Valla 65-dən sonra pensiya verməkdənsə verməyin. Bir də ki, o pensiya pulunu cibinizdən vermir sizi. Mənim dövlətə verdiyim, sosial müdafiə verdiyim, mənfəət vergisinin puludur, qaytarıb verirsiniz özümə. Mənim öz pulumu özümə qaytarırsınız da. Mənim 40-45 il dövlətə ödədiyim pensiya kapitalını verəndə də ömrümə 1 il, 2 il qalmış verməyin nə mənası var ki? Bəlkə də mən heç 60 yaşa çatmayacağım, onda necə olacaq? Sizə ödədiyimiz pullar batacaq. Bu qanun dəyişikliyini qəbul edən orqan Milli Məclisdir. Bu qanun dəyişikliyinə, yəni yaş həddinin 65-ə çatdırılmasına səs verənlər də 5 ildən sonra divara kağızlar yapışdırıb, 5 ildən bir qalstuklarını ütülüyüb, qapımızı döyüb səs istəyənlərdir. O səs istəyənlər ki, seçicilərlə görüşdə pensiya yaşının aşağı salınmasına, uşaq pulunun bərpasına, sosial vəziyyətimizin yaxşılaşdırılmasına söz verən əlləri ağappaq manikürlərimizdir. Amma o məclisdən içəri girən kimi əksinə, nəinki aşağı salmaq, qaldırırlar pensiya yaşını, artırılmasına səs verənlərdir. Yəni, dovşana qaç, tazıya tut məsələsi. Nəysə, 3 ildən sonra yenə qapılarımızı döyəcəksiniz, ya özünüz, ya nümayəndələriniz. Boynu bükük vəziyyətdəki döyəcəksiniz qapılarımızı, onda baxarsınız sizə nələr deyiləcək. Qadınların pensiya yaşının 65-ə qaldırılması doğrudanmı ədalətli bir qərardır? Bugün cəmiyyətimizdə ən çox müzakirə olunan məsələlərdən biri elə qadınların əmək pensiya yaşının 65-ə qaldırılmasıdır. Bu qərar qanunla qəbul edilir və dövlət tərəfindən pensiya sisteminin maliyyət dayanıqlığı ilə əsaslandırılır. Ancaq bir sual ortaya çıxır. Bu qərar sosial ədaləti bərpa edəcəkmi? Doğrudurmu? Azərbaycan qadını səhər işə gedir, axşam evə qayıdır və ikinci iş növbəsi onun evdə başlayır, yemək hazırlayır, ev işləri görür, uşaqlara və ya nəvələrə, qocalara baxır, çox vaxt yaşlı valideynlərin qayğısını çəkir. Bəs bu zəhmətin dəyəri harda nəzərə alınır? Bir sual verin. 60 yaşını keçmiş neçə qadın tanıyırsınız ki, iş yeri tapa bilsin? İşə götürənlərin əksəriyyəti gənc kadr axtarır. 20-25 yaşa qədər mini ətəkli, sözə baxan, müasir, işvənazlı qız axtarır. Əgər 61-62 yaşlı qadın işini itirirsə, nə pensiya ala bilir, nə də asanlıqla yenidən iş tapa bilir. Bu vəziyyətdə o necə dolanmalıdır? Pis yola düşə bilməz, yaşı çoxdur. Bəs neynəsin bu? Başqa nə iş görsün? Digər tərəfdən də bütün qadınların işi eyni deyil axı. Kənd təsərrüfatında çalışanı var, bələdiyyədə yol süpürəni var, xəstəxanalarda gecə növbəsi tutan var, pambıq yığan var.
ofisdə çalışan qadınla onların fiziki yükü eynidir. Hamısı üçün eyni pensiya yaşıdır. Bu doğrudurmu? Əlbəttə, dövlət pensiya fondu dayanıqlı maliyyə sistemini düşünməlidir. Amma sosial siyasətin əsas məqsədi yalnız büdcəni qorumaq deyil, insanı qorumaqdır. Dövlətin və hakimiyyətin, hökumətin mənbəyi xalqdır. İqtisadi hesablamalar sosial ədalətlə uzlaşmalıdır. Bugün bir çox inkişaf etmiş ölkələrdə pensiya yaşı artırılarkən ağır peşələr, istisnalar təşkil olunur, tətbiq olunur. Yaşlı insanların işlə təmin olunması üçün xüsusi proqram həyata keçirilir və sosial müdafiələri gücləndirilir. Belə yanaşmalar cəmiyyətin narahatlığını azaltmağa kömək edir. Pensiya yaşı ilə bağlı qərarlar qəbul edərkən insanların orta ömür uzunluğu, sağlamlıq vəziyyəti, əmək bazarının imkanları və qadınların ailədə daşıdıqları əlavə məsuliyyət yükləri də nəzərə alınmalıdır. Bu mövzu təkcə iqtisadi məsələ deyil. Bu sosial ədalət, insan ləyaqəti və gələcək nəsillərə verilən mesaj məsələsidir. Bəlkə də bugün verilməli olan ən vacib sual budur. İnsanlar pensiyaya qədər işləmək üçün yaşamalıdırlar, yoxsa illərlə işlədikdən sonra sağlam və ləyaqətli pensiya həyatı yaşamaq üçünmü yaşamalıdırlar? Mən hesab edirəm ki, dövlət və cəmiyyət bu məsələyə yenidən baxmalı, yenidən geniş müzakirə etməlidir. Qadınların əmək şəraiti, orta ömür uzunluğu və sosial yükü nəzərə alınmaqla daha balanslı qərar qəbul edilməlidir. Pensiya sistemi həm maliyyə baxımından dayanıqlı, həm də vətəndaş üçün ədalətli olmalıdır.